Salam değerli izleyiciler. 22 iyun 2025-ci il Amerikanın İranı vurmasından sonra dünyanın radiasiya təhlükəsi gözləyir. Ümumiyyətlə, Körfəz ölkələrində vəziyyət necədir? Bu barədə bir məlumatı diqqətinizə çatdırıram. Videonu paylaşıb, burada üstəgəl işarəsi görürsünüzsə bir dəfə üzərinə vura bilərsiniz. İranın nüvə obyektlərinə Amerikanın zərbələrindən sonra Körfəz dövlətlərində radiasiya fonunda dəyişikliklər qeydə alınmayıb. Bu barədə Səudiyyə Ərəbistanının Nüvə və Radiasiya Nəzarəti İdarəsinin sosial media hesabında bildirilir. Amerika hərbi qüvvələrinin İranın nüvə obyektlərinə zərbələri nəticəsində Səudiyyə Ərəbistanı və Körfəz dövlətlərinin ətraf mühitinə radioaktiv təsir qeydə alınmayıb. Xatırladaq ki, daha əvvəl Trump İranın deməli 3 şəhərdəki nüvə obyektlərinə uğurlu zərbələr endirdiyini açıqlamışdı. Daha sonra isə deməli Qum Ostanının administrasiyası Fordo nüvə obyekti ərazisinin hücuma məruz qaldığını etiraf etmişdi.